Norma Jean 1926-cı ildə Los Anjelesdə anadan olmuşdu. Anası psixik xəstə olduğu üçün onu bir neçə dəfə başqa ailələrə övladlığa vermişdilər. 16 yaşında Norma Jean ərə getdi. 1944-cü ildə o zavodda çalışırdı. Bir fotoqraf onu görüb şəklini çəkib jurnalda çap etdirmişdi. Bundan sonra o qısa metrajlı filmlərdə çəkilmək üçün təkliflər almağa başladı. Marilyn Monroe oldu. Tezliklə məşhurlaşdı. 1953-cü ildə Hollywoodun tanınmış ulduzu idi. Şəxsi həyatı qalmaqallarla doluydu. Bir neçə dəfə uğursuz ərə getmiş, uşaq düşürmüş Marilyn Monroe'nun psikolojisi çox pozulmuşdu. Amerika Birləşmiş Ştatlarının prezidenti John Kennedy'nin ad günü təbriki böyük şayələrə və qalmaqala səbəb oldu. 1962-ci ildə 36 yaşlı Marilyn Monroe öz evində ölü tapıldı.